Sağ olun, var olun. Yəqin ki, hər şey ürəyinizcə oldu. Sağ ol ey kürəkən. Sən kürəkən deyirsən, oğulsan oğul. Bugünün də öhdəsindən gəldin necə lazımdırsa. Xoşbəxt olun oğlum. Allah sizi bəxtə verməsin. Amin. Çox sağ olun. Amin. Amin. Yaxşı Rıza, gəl biz gedək. Gəl səni bir maç eləyim. Keç, düş qabağıma, gəl. Rıza, gəl. Maşallah. Bugün ikiniz də gözəl idiniz. Günümüz də çox möhtəşəm keçdi. Hə. Hamının da ürəyicə oldu. Hə, Lalə. Hə. Yaxşı idi hər şey. Nəsə olub? Dalaşmısınız? Yox. Sadəcə biraz gərginik. Hə, o da yorğunluqdandır. Yaxşı xanımlar. Onda gedək. Dediyimi yaddan çıxartma Ləman. Nəyi yaddan çıxartmayacaq? Heç nəyə. Gedək biz. Gedək. Atam aşağıda səni gözləyir. Gedək xanımlar, gedək. Mən öz bacımı tanımamışam. O niyə belə eləyib ki? Biz əvvəl belə deyilik, biz niyə belə olub ki? Lalə, Ləman pula görə, şan şöhrətə görə hər şey eləyər, sən də qoyar ayağının altına. Gördün o Qalibin oğlu Nurlanın başından oynaşdı, pula görə. Yazıq oğlanın bütün pulunu satdı, soğudu, neynədi, aldı əlindən. Sonra qabağına Toğrul çıxdı, gördü Toğrul Nurlandan varlıdır, imkanlıdır. Dalından dəydi Nurlanın. Bəsdir də xala. Sən belə danışırsan, mən daha çox əsəbləşirəm. Nurlana mənim də yazığım gəlir, amma daha neyniyək? Deyim də neynə? Deyim. Bu dəqiqə gedirsən, Toğrula nə var, nə yox, hamısını açıb deyirsən. Bax, Toğrul sevirsənsə, sən gərək imkan verməyəsən, Toğrul bədbaxt ola. Yazıqdır da, bədbaxtdır. Bir dəfə bir bəxti elə gətirdi, indi də bir ifritənin birini içsin. Nətər sən Toğrulu çox istəyirsən bəs? İndi gedirsən, Toğrulu çəkirsən bir qırağa, hər şeyi ona danışırsan. Elədiyin bütün qələtləri deyirsən, eşitdin? Hamısını. Lalə, mənim xoş günümü qara günə çevirmə. Mən Toğrulla danışsam, mənim üzümə baxmaz, məni bir dəfəlik silər. Mən necə deyim ona hər şeyi? Bunu vaxtında fikirləşməliydin. Neynəmək istəyirsən? Toya qədər gözləyəcəksən? Elə şey yoxdur. Gedirsən, hər şeyi Toğrula danışırsan, Toğrul da özü qərarını verir. Lalə, xahiş edirəm səndən. Bax, mən indi gedib danışsam, təkcə mən biabır olmayacam. Toğrula da pis baxacaqlar, onun da qüruru ilə oynamış olacam. Mənə dəxli yoxdur. Mən bugün anama görə, Toğrula görə danışmıram, eşitdin? Amma bugün nişan bitəndən sonra gedirsən evə, hazırlaşıb gəlirsən bizə, hər şeyi Toğrula danışırsan, eşitdin? Bax, bu gecə. Layla, xahiş edirəm, bax, sənə yalvarıram. Heç olmasa bir gün ver mənə. Bir gün vaxt ver. Mən sözümü dedim, Ləman. Bu gecə hər şeyi açıb Toğrula danışırsan. Yoxsa mən özüm danışacağam. Bu Rıza'ya görə bütün günü gərgin olmuşam da. Dua eləyirdim ki, bircə ağzını açmasın. Şükür, yaxşı qutardıq. Toğrula Ləman'a görə susmalıydıq da, yola verməliydik. Hələ çox şükür ki, artıq əski hərəkətlər eləmədik. Yola verməklə deyil. Hələ bu içməyib ağzını açanda. Neysə, baxıb görürəm ki, oturub orada içki içir. Baxan da deyər ki, sən qız atasısan, özü ağır apar da.
Hamı da gördü ki, bu içkilidir. Və bircə o qalıb ki, desinlər ki, Xavərin qudası alkaşdı. Və bircə o qalıb. Yaxşı, yaxşı, sakitləş. Cəmaət nədir qoy desin. Qızının xoş günü dindi, içib də. Özlüyə gərək içmirdi, amma bu da belə adamdır da. Yeri gəlmişkən sən nişanda birinci dəfə də olsun üzün gülmədi. Nə yaxşı ki, uşaqlar görmədilər, yoxsa möhkəm inciyərdilər səndən. Nə yaxşı onu görmüsən. Mən də başqa şey görmüşəm. O Cəmilə xanımla yaman yaxşı söhbət edirdi, nə belə üzü də gülürdü. Əhval-ruzu da əla idi. Nə yaxşı o arada mən də gördüm. Cəmilə ərinin hərəkətlərini görə utanırdı. Onu görə də 2-3 dəfə gəlib məndən üzrxahlıq elədi. Burada nə vardı ki? Ər mərifətsizləşi olmasa özü biraz. Alo, Ləman, biz evə çatdıq. Əgər bugün danışmasan məndən incimə. başa düşdüm də, başa düşdüm. Anam olanları bilsə dəli olacaq, sorğu-sualı tutacaq məni. Mən necə çıxım evdən? Yatsın, gələcəm də. Yaxşı, anama heç nə demə. Amma bugün axırıncı günündür, bax. Yaxşı, Layla, yaxşı, başa düşdüm. Mənə bax, bura gələndə tək gəl. Atama heç nə demə. Bax, əgər atam nəsə bilsə, bu məsələyə qarışsa məndən incimə. Yaxşı. Tək gələcəm. Gördün Lalə nə qədər həyəcan keçirdirdin. Nə var, qızdırması yoxdur bu adamın. Şükür düşdü qızdırması. Can. Görürəm üşüyürsən. Çox sağ ol. Sən sağ ol. Çox dadlıdır. Əllərinə sağlıq. Nuş olsun. Tuğrul bugün hər şeyi biləcək, Ləman. Gəl. Ay qız, səhərdən səni çağırıram. Eşitmirsən? Görmürsən anan məni nə günə qoyub? Başımdan aşağı buz kimi suyu töküb ki, mən sətəlcəm olum, ölüm. O bilə-bilə eləyir özü də. Gül kimi nişanda vurmuşdum da. Güya mənə ayırtmaq istəyirdi. O bilə-bilə eləyir ki, mən ölüm. Tez elə. Bir stəkan qaynar çay ver mənə, özümə gəlim. Dayan da bir, dayan da. Çay vaxtıdır indi. Yenə nə olub ki? Ha? Nə istəyirsən? Nişan deyə baş beynimi aparmışdın. Bu da nişan, oldu. İndi nə istəyirsən? Dincəl da. Anan kimi qoymur sizə balaca keyfim kök olan kimi yediyim içdiyim burnundan tökürsünüz. Bir imkan ver də sözümü deyim. Vacib bir şey deməliyəm sənə. Bugün çox pis bir şey oldu. Nə? Narahat olmayı, köpüb olsuz da. Nurlan gəlmişdi bugün. Restorana gəlmişdi. Bu hardan çıxdı? Bəs mən niyə görmədim? Nişandan qabaq gəlib. Mən otaqda olanda gəldi. Dəliyə dönmüşdü.
Hər şeyi öyrənib məcbur elədi ki, gedim Toğrul'la danışım. Mən də bir təhər razı saldım, göndərdim. Dedim ki, səni istəmirəm, Toğrulsuz qala bilmərəm. Bilmirəm dayı, bəlkə də o sözlərim təsir eləyib ona. Məncə bir də gəlməz. Amma çox pis idi. İndi ondan da böyük problemimiz var. Ne problem? Lalə. Lale? O niye? Lalə də hər şeyi öyrənib. Sənin Nurlandan pulu aldığını da bilir. Məni məcbur elədi ki, gedim Toğrul'la danışım. Dayan görüm, Lale'ye kim deyib? Hardan bilir? Ve sen de diyeydin ki, hiç senden haberim yoktu da. Dedim də dedim. Qulaq asmadı mənə, inanmadı. Restoranda hamıya demək istirdi, güclə saxladım onu da. Bu gecəyə qədər mənə vaxt verib. Deyir ki, Toğrul'a sən deməsən mən gedib deyəcəm hər şeyi. Eşit, Lale galet eləyir. Belə şey eləməz o. Necə belə şey eləməz? Sən onu görsəydin belə deməzdin. Dəliyə dönmüşdü o da Nurlan kimi. Yalvardım, bir tər razı saldım. Senin kalmışam ikinizin arasında da. Galet eləyir Lale. İndi mən gedib bundan danışarım. Hara gedirsən, hara gedib danışırsan, onsuz da sənə də əsəbidir. İndi sən getsən Toğrul'a hər şeyi deyəcək, lazım deyil. Onsuz da gücünə razı salmışam, heç bilmirəm nə edeyim, necə edeyim. Xalaya da deyə bilmirəm. Ona da desəm onsuz da heç nə eləməyəcək. Xalam ölsün elə ha. Yok bu kız nəsə bir zibil çıxardacaq. Toğrul bu məsələni bilsə, her şey elden çıktı. Obyekt elden çıktı, her şeyde. Şükürüz kəsin. Sən necə adamsan? Sən necə adamsan? Mən sənə deyirəm həyatın məhv olub, sən obyekt dərdindəsən burada. Ne ineyim gözde görüm ne inirik de, ne fikirləşirəm. Bura bax, bəlkə belə eləyək. Sən zəng elə, Laləni aldat, çıxart bir yana, əlini qolunu bağlaya salıq otağa qalsın orada da. Dolamısan sən məni, hə? Uşaq oyuncağı da adam qaçırtmaq. Bir bu qalmışdı elə. Ben ne ineyim Ağlıma başka fikir gelmir. Görmürsən, anası kimi tersli, sözle təsir eləmir ona. Bilmirəm. Onun qanimi elə sadıq idi. O da yoxdur indi. Bilmirəm, heç nə bilmirəm. Onsuz da vaxtım azdı, getməliyəm. Yaxşı, gəl belə eləyək də. Tez elə, əynini geyin, gedək. Sən də gəlirsən. Bana, səni tək göndərəcəm ora. Tez elə, tez. Əynini geyin, gedək. Səni oradan çıxartmaqdan ötürü sənin çəkində pul tökmüşəm. Başa düşürsən, sən boyda. Səni təzdən aparıb soxaram o deşiyə, ittədən də gələndə çıxarmamız. Başa düşdün məni? Sən axırıncı dəfə deyirəm. Bunda saxla sözlərimi. Gedirsən, doğrula hər şeyi izah eləyirsən. Başa düşdün? Yoxsa gününü qar eləyərəm. Sən mənə ona buna tay eləmə. Burnumdan tökərəm adı, sən yiyib işləyirəm. Cehennem olsunlar.
ata baba yine ne iş çevirdiler ha? Ev yok. Ölgen her yerinde. Solmaz xala. Dedə görüm necə keçdi nişan. Çox müğənni var idi. Tanınmışlardan kimlər gəlmişdi? Ay Solmaz xala. Hə, nədir? Nədir Aytən? Nədir? Eşitmirsən məni? Söz soruşuram. Nə soruşursun? Deyirəm nişan necə keçdi? Çox müğənni var idi. Kimlər idi? Ebru Gündeş idi, Kutsi idi, Şakira idi. Bəs də bu qədər. Yaxşı da Solmaz xala. Düzəməli cavab ver də. Düzəməli sual ver, düzəməli cavab verim də. Sən bilmirsən mənim bacım kasıb adamdır. Kim olacaq ay qız müğənnilər? Restoranın müğənnisi. Nə olsun, Heç olmasa bir dənə tanınmış gəlməli idi də. Yaxşı Aytən xanım. Gələn dəfə mütləq Samirin toyunda məşhurları çağıracağam. İnşallah. Axşamınız xeyir. Hər vaxtdan xeyir Lalə. Gəl. Mən də gedim yatım. Çox yorulmuşam bugün. Get yat. Yaxşı. Nə olub yenə qaşqabağın yerlə gedir? Nə bilim ey xala. Nəyi düz, nəyi səhv elədiyimi bilmirəm. Adam kimi denən, mən məsləhət verim də, nəyi düz elişdən, nəyi səhv. Sən düz deyirdin xala. Ləman Toğrulu sevmirmiş. Ha? Salam məleykim. Axır ki, mən deyənə gəldin. Yaxşı ki, tez ayrımsan. Xala, Ləman Toğrul'la sevgili ola gedib Nurlanla nişanlanıb üzük taxıb. Başa düşmürəm mən bunu. Nə danışırsan ay qız? Bunu kim dedi? Samir qoy görüm nə deyir. Hə, ana qurban, nə olub? Hardasan? Nə? Ay bala, nə danışırsan? Sənin burada nə işin var? Samir, qurban olum, sən mənim başımı işə salacaqsan. Gərək xəbər bilə. Hay Allah, yaxşı, yaxşı, dayan orada, dayan gəlirəm. Ay bala, sən məni oda salatsan. Niyə gəlib ki? Nə bilim, işi var. Xəbər məni axtarıb eləsə, qəfil oyanar da birdən. Başın qat bitər, mənə xəbər elə. Yaxşı. Ay Samir bala, sənə demişəm axı gələndə xəbər elə. İndi xəbər görsən nə olacaq? Qana düşəcəm axı mən. Sən belə danışmaqla bu dəqiqə hamı ilə qalxıb gedəcək. Nuray ilə danışıb gedəcəm. Yaxşı, dayan burada çağırım gəlsin. Yox, mən özüm gedirəm. Adı. Yaxşı, dayan qabaqdan mən gedeyim, sən də arxadan gəl. Yavaş amma sakit, səssiz gəl. Yaxşı. Yavaş gəl. Gəl. Mən keçim içəri, sən bayırda gözlə. Layla səni görsə hər şey Toğrula danışacaq. Yaxşı, yaxşı. Deyim mən. Gir içəri, nə inirsən elə o qızı razı sal. Sən öl. Anası sifətlər imkan vermədilər ki, bir xoş gün yaşayayım. Yediyim, içdiyim burnumdan gəldi. Adama deyərlər, sənə lazımdır. Doğru istəyən çıxmısan sən. Zibilin içindəyim. Hələ bu gədən pul məsələsini nə edəcəm bilmirəm. Sən burada nə edirsən? Axsaqqal. Hava soyuqdur.
Qorxmursan xəstələnərsən, hə? Gedərsən o dünyaya, qayıtmazsan, hı? Yox, sən bura nəyə gəlmisən? Gəl səni başa salacağam. Gəl, Qolumu burax. qorxma. Hələ ki səni sinə eləyəcəm. Amma hələ ki. Gəl. Mən səndən izah eləyərəm. Hə, gəl, mən sənə izah eləyəcəm ya. Axşamınız xeyir. Axşamın xeyir. Nəcib, yatmamısan. Mən? Çıxdım, baxım görüm. Elə ətrafa baxım, bir şey lazım. Git yat. Sen bu işin çok olup yorulmuşsun. Gecəniz xeyir olsun. Qolumu burax. Nətər kişisin hə sən, hə? Verdiyin pul boğazından keçdi hə sənin? Ay oğlum, mən sənə hər şeyi izah eləyim. Hə, mənə oğul zad demə, mənə oğul zad demə mənə. Sən nə utanmaz adamsan hə sən, hə? Sən nə sırtıq adamsan, hə? Hə, güzgüyə baxanda utanırsan özündən, hə? Axşam yatanda bir vicdanınla söhbət edirsən, hə sən? Hə, sıxır hə sənin vicdanın. Hə, sənin kim atanım mən? Oğlum, mən sənə bu saat hər şeyi başa salım da. Əgər o pul məsələsini deyirsənsə, düz deyirsən. Günahkaram. Boynuma alıram. Neyniyim? Mən də atayam da. Qızlarımın xoşbəxtliyi üçün canından da keçərəm. Əslində mənə qalsaydı, Ləmanı sana verərdim. Bəs də, hə. Səni yaxşı tanıyıram axı. Amma neyniyim? Mən qızımı məcbur eləyəməzdim axı. Nə qədər dedim ki, o Toğruldan uzaq dur. Xeyri olmadı. Ağladı, özünü öldürdü ki, yox, mən Toğrulu sevirəm. Mən ona verməsəniz özümü öldürəcəm. Bəs də, artist eləmə, hə. Atayam axı. Sən indi məni başa düşməzsən, ata olandan sonra başa düşərsən. Hə, sən bilirsən nətər adamsan, hə? Və sən adama salamı pulsuz verməzsən, sən. Sənin o evdə xeyrin olmasa, sən bu işə razı olmazsan. Bilirsən, hə? Qızını pula satan ol. İndi də görüm, Toğrul sənə nə söz verdi, hə? Nə alıb verəcək, hə sənə? Layla, nə olar, xahiş edirəm, mənə şans ver. Layla, bax, mən Nurlanı həyatımdan silmişəm, bir dəfəlik silmişəm. Toğruldan başqa heç kimi gözüm görmür mənim. Bax, mənim borc məsələsindən də xəbərim yox idi. Mən day sənin yalanlarına inanmıram, Ləman. Sən necə eyni zamanda həm Toğrulla sevgili olmusan, həm də gedib Nurlanla nişanlanmısan, hə? Hələ heç nə olmamış kimi də həyatına davam eləmişsən. Bunu necə bacarmısan sən? Necə insansan sən axı? Hələ bir mənim də öz yalanlarına şərik eləmək istəyirsən? Elə şey ola bilməz. Layla. Mən hamiləyəm. Bilirdim ki, gələcəksən. Mən sənin sevginə layiq deyiləm. Samir, nə olur, xahiş edirəm, belə danışma. Həm sən restoranda düz dedin. Bizim ayrılmağımızın səbəbkarı elə mənəm. Yox. Burada günahkar biri varsa o da mənəm. Mən səni qoruya bilmədim. Mən qorxağın biriyəm. Sənə vaxtında sahib çıxsaydım, bunların heç biri olmazdı.
Axı biz indi niyə bunları danışırıq? Gəl hər şeyi unudaq, hə? Əsas biz bir-birimizi sevirik və bundan sonra heç kim bizi ayıra bilməz, heç kim bizə qarışa bilməz. Nuray. Mən sənə bir söz demək istəyirəm. Harda qaldı bu şən günüm? Harda qaldı? Niye çağırmışsan? Bu nədir? Mənim çıxmağım üçün xərclədiyim pullar. Day, bu işdə mən yoxam. Yaxşı? Bəs nə oldu sən Ləmana nifrət eləyirdin? Ha? Qisas almaq istəyirdin. Elə bu, bura qədər, bitdi. Sən istəsən. Sən bu dəqiqə Toğrul'la Ləmanı ayırarsan. Amma istəmirsən. Hər şey əlində deyilsən. Sən Toğrul'dan qisas almaq istəyirsənsə, onun üçün başqasıdır. Mən sənə dedim axı, mən bu işdə yoxam. Qalxdın, ha? Sən mənim əlimdəsən. İstəsən də məndən qaça bilməzsən, ha? Heç ara. Səni Toğrul'la baş-başa vurmasam, haram olsun mənə. Yaxşı Toğrul, yaxşı. Sağ ol, başına dönüm, sağ ol. Yox, yox. Elə şey ola bilməz. Yalan deyirsən. Dəli sənsən, belə şey yalan olur. Toğrul elə şey eləməz o. O elə insan deyil. Yadına gəlir, mən əmimgilə getmişdim rayona. Toğrul da məndən barışmaq üçün gəlmişdi. Biz oradan otelə getdik, yəni nə oldusa orada oldu. Mən istəməzdim, mən də istəməzdim belə olsun Layla. Sən hamilə olduğunu nə vaxt öyrənmisən? 2 həftə qabaq mən ürək bulantılarım mənim tez-tez olurdu. Mən həkimə getdim analiz verməyə. Həkim dedi mən. Toğrulun xəbəri var? Yox, bilmir. Bax, Toğrul hələ bilmir. Yaxşı, Xavər xanımla anam gəldə bilsə mənim üçün çox pis olar, qorxuram. Bəs mənə niyə deməmsən, Ləman? Niyə məndən gizlətmisən? Qorxurdum çünki. Həkim mənə deyəndə mən də şok oldum. Bilmirdim. Yox. Sən gedib hər şeyi Toğrula deməlisən. Uşağın atasıdır o. Yox. Mən bunu Toğrula hələ deyə bilmərəm. Yox, olmaz. Mən bunu desəm, evdə hamı bilər, yox. Sən yenə Toğrula yalan danışırsan. Bəlkə də uşaq heç Toğrulun deyil. Bir dəqiqə. Nə? Başına hava gəlib sənin. Mən nəyəm sənin üçün? Mən dedim axı, sənin heç bir sözünə inanmıram. Heç vaxt da inanmayacağam. Lalə, bax onsuz da mən Toğrula bunu deyəcəm, amma indi özümü hazır hiss eləmirəm. Bax bunu səndən məndən başqa heç kim bilməməlidir. Sənə də məcbur olduğum üçün deyirəm.
Sən gəlib Toğrul hər şeyi deməlisən. Toğrul bugün hər şeyi bilməlidir. Mən bu saatda Toğrul'la necə danışım, hə? İstəyirsən evdə hamı bilsin. Deyirəm ki, onsuz da Toğrul'a deyəcəm. Amma özümü hazır hiss eləmirəm. Mən Toğrul'a deyə bilmərəm. Toğrul'a deyə bilmərəm. Əgər o Nurla məsələsini bilsə, mənim üzümə baxmaz. Mən uşağımı atasız böyütmək istəmirəm. Əgər Toğrul sənin hamilə olduğunu bilsə, ayrılmayacaq səndən. Lalə, başa düş. Mən hamilə olduğumu gizlətmirəm, amma indi deyə bilmərəm. Bunu səndən, məndən başqa heç kim bilməməlidir. Başa düşürsən, bilməməlidir. Mən məcbur olduğum üçün bunu sənə dedim. Niyə başa düşmürsən? Mən daha əvvəlki Lalə deyiləm, sənin hər sözünə inanım, Ləman. Sən əgər doğrudan da hamiləsənsə, bugün burada hər şeyi açıb Toğrula deyəcəksən. Toğrul bilməlidir, başa düşürsən? Ondan sonra da Nurlan məsələsini deyəcəksən. Əgər həqiqətən də Toğrulu sevirsənsə, Toğrul sənə inanırsa, sənə şübhəsi yoxdursa, yine ayrılmayacaq səndən. Sadəcə həqiqətləri biləcək. Yaxşı. Getdi. Get hamıya hər şeyi de. Qoy hamı da bilsin, evdə hamı bilsin. Onsuz da Xavər məni Toğruldan ayırmaq üçün bəhanə axtarır. Sənin də bu dediklərindən istifadə eləsin, məni Toğruldan ayırsın. Get de. Sən onsuz da məni bədbəxt eləmək istəyirsən. Get. Get. Ləman, mən əgər sənin bədbəxtliyini istəsəydim, Toğrulu səndən alardım. Amma mən sən kimi deyiləm. Heç vaxt heç kimi anlatmamışam. Onsuz da bugün sonuncu gündür. Sənin bütün yalanların üzə çıxacaq. Gedib hər şeyi Toğrula danışacaqsan. Elə indi. Eşitdin məni? Get Toğrula hər şeyi danış. Yaxşı Lalə. Yaxşı. Qoy sənin istədiyin kimi olsun. Gedirəm indi hər şey deməyə. Hər şey Toğrula deyəcəm. Yaxşı. Gəl sən də çıx eyvana biraz hava al, özünə gəl. Mən də Toğrul'la danışım, gələcəm yanına. Gəl. Mən səni çox istəyirəm. Hər şeydən çox. Ona görə də bugün bunu eləyəcəm. Gəl Lalə. Gəl. Sən çıx eyvana, biraz hava al. Mən də gedib Toğrula hər şeyi deyirəm. Gəl. Hə, de, nə demək istəyirsən? Samir, ne oldu? Nasıl oldu? Nuray.
Hə Samir, de, nə olub? Çaresizim, seni hiç kime vermərəm. Ne kadar maneler çıksa karşıma, kaçırdaram, uzaklara giderim. Çaresizim, seni hiç kime vermərəm. Çaresizim, seni hiç kime vermərəm. Ne kadar maneler çıksa karşıma, kaçırdaram, uzaklara giderim. Çaresizim, seni hiç kime vermərəm.